Axşamınız xeyir olsun dəyərli dostlar. Hər birinizi Baksel Sürət Loteriyasının növbəti canlı yayımından salamlayıram. Biz bugün 12-ci, 13-cü gündəlik iPhone 17 qaliblərimizi və təbii ki, hamının həyəcanla gözlədiyi həftəlik ikinci zikr avtomobilinin sahibini birlikdə təyin edəcəyik. Qeyd edək ki, Baksel Sürət Loteriyası 1 oktyabr tarixindən başlayıb və 31 dekabra qədər davam edəcək. Biz 1 oktyabr tarixindən başlayaraq hər gün iPhone 17, həftə bir dəfə zikr avtomobili, sonunda isə möhtəşəm Porsche Cayenne hədiyyə edəcək. Dostlar, loteriyamıza qoşulmaq üçün xüsusi bir qeydiyyata da ehtiyac yoxdur. Mən sizə indi loteriyaya qoşulmağın şərtlərini deyəcəm və siz diqqətlə dinləyin bu hissəni. Bizim loteriyamıza qoşulmaq üçün sadəcə şans paketləri almaq lazımdır və şans paketlərini də siz 4 üsulla əldə edə bilərsiniz. Birincisi, Baksel tətbiqidir ki, Baksel tətbiqinə daxil olanda şans paketləri var. Rahat şəkildə orada siz istədiyiniz məbləğə uyğun şans paketini əldə edə bilərsiniz. İkinci üsulumuz isə təbii ki, loteriyabaksel.com saytıdır. Siz loteriyabaksel.com saytına daxil olaraq həm bizim sürət loteriyasından bağlı ətraflı məlumatları öyrənə bilərsiniz, həm də istədiyiniz məbləğə uyğun şans paketi alıb qalib olma fürsətinizi dəfələrlə artıra bilərsiniz. Üçüncü üsulumuz isə SMS üsuludur. Yəni, rahat şəkildə siz istədiyiniz şansın, məsələn, 3 şans istəyirsinizsə, 8008 nömrəsinə 3 yazıb göndərirsiniz və 1 manat ödəniş etdikdən sonra artıq sizin loteriyada iştirak etmə şansınız 3 dəfə artmış olur. Və bizim dördüncü üsulumuz isə SMS üsuludur ki, daha doğrusu GSSD kodlardır ki, siz ulduz 808 diyez 3 diyez yığaraq 1 manat dəyərində ödəniş edirsiniz və loteriyada iştirak etmə şansınızı artırırsınız. Ən maksimum loteriyada iştirak etmə şans paketimiz isə 400 dəfəyə qədər artırırsınız. Bunun üçün ulduz 808 diyez 400 diyez yığaraq loteriyada qazanma fürsətinizi 400 dəfəyədək artırmış olursunuz dostlar. Qeyd edək ki, qalibimizin seçilmə prosesi Bakselin süni intellekti tərəfindən tam şəffaf üsulda, innovativ versiyada həyata keçirilir ki, siz rahat şəkildə elə bizim canlı yayımızda bütün prosesi izləmiş olursunuz. Biz hər canlı yayımızda xüsusilə həftə 3 dəfə olur. Birinci, üçüncü və 5-ci günlər 21:00-da biz bugün canlımızda növbəti, daha doğrusu öncəki 2 günün qaliblərini və həftəlik bugünkü tirajımızın qalibini elan edəcəyik. Əminəm, siz də həyəcanlısınız. Mən də həyəcanlıyam. Qalibimizin seçilməsi prosesinə keçid almazdan öncə mən vurğulamaq istəyirəm ki, bizim loteriyamız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir ki, Loteriya Komissiyasının 5 üzvü bizimlədir. Xoş gəlmisiniz dostlar. Əminəm, həyəcanlısınız. Çünki artıq biz ikinci həftədə bugün zikr avtomobilinin qalibini birlikdə təyin edəcəyik. Bilmək olmaz, bəlkə də canlı izləyən dostlardan birinin olacaq o. Bəlkə də ümumiyyətlə onun xəbəri yoxdur, amma biz əlaqə saxlayacaq və qalibimiz seçildikdən sonra onu da vurğulayaq ki, həm biz özümüz zəng edirik, həm də ona xüsusi SMS göndərilir və SMS-də OTP kod olur. Yəni, siz qalib olduqdan sonra mütləq şəkildə, əgər gəlib hədiyyəni təhvil alırsınızsa, OTP kodu göstərməlisiniz ki, bu da həm şəffaflığı, təbii ki, həm də digər məsələlərin bir növ önünü almış olar. Biz hazırıqsa, mən çox həyəcanla İstəyərdim ki, ilk olaraq biz gündəlik tirajlarımızın qaliblərini elan edək. Sizlə birlikdə görək iPhone 17 innovasiyanın yeni inqilabı sayılan Apple-ın yeni məhsulları, yeni versiyası iPhone 17-nin qalibləri kimlər olacaq? Çox maraqlıdır. Və biz qalibi seç düyməsini sıxacaq. Qalibimizin Baksel nömrəsinin son 2 nömrəsi bağlı olmaqla biz görəcəyik. Belə ki, ilk olaraq başlayırıq 12-ci günün tirajından. Qalibi seç düyməsini sıxaq. Görək kimdir iPhone 17-nin qalibi və birlikdə geri sayımı başladaq. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Alqışlayırıq dostlar, qalibimizi təbrik edirik və bizim bugünkü tirajımızın qalibi 55-291-32 nömrəli dostumuz oldu. Bir daha mobil nömrəsini səsləndirəm. 55-291-32 digər 2 nömrəni konfidensiallıq məqsədi ilə biz bağlamışıq. Amma əgər bizim dostumuz canlıdadsa mütləq şəkildə yazın. Çünki biz onu tanımaq istəyirik. Bir də vurğulayaq qaliblərimizlə bağlı bütün məlumatlar loteriyabaksel.com saytından həm də bizim sosial şəbəkə hesablarımızdan siz ətraflı şəkildə məlumatı öyrənə bilərsiniz. Keçid alaq 13-cü günün qalibinə. Görək bugünün 13-cü günün iPhone 17 qalibi kim olacaq? Qalibi seç düyməsini birlikdə sıxaq. Süni intellekt təsadüfi yolla bizə qaliblərimizi indi göstərəcək. Görək kimdir? Sayaq bir-bir. 8, 7, 6, 5, 4, 3, 2, 1.
0. Təbrik edirik dostumuzu, alqışlayırıq və mən qeyd eləmək istəyirəm hazırda bizim qalibimizin nömrəsini 55 259 75 nömrəli bizim dostumuz bugünün iPhone 17 sahibi oldu. Bir daha vurğulamaq istəyirəm. 55 259 75 mobil nömrəli Baksel istifadəçini təbrik edirik. Uğurlarınız, şanslarınız hər zaman belə bol olsun. Və bizim təbii ki, ən həyəcanlı məqamımız isə yəqin ki, həftəlik bizim möhtəşəm Zikr avtomobilinin qalibinin təyin olunma prosesidir ki, və bugün çox maraqlı bir həm də eksperiment həyata keçirəcəyik. Çünki bugün bizim məxsusi qonağımız var və bizə möhtəşəm o həftəlik qalibin adını o açıqlayacaq və mən böyük məmnuniyyətlə bugünün xüsusi qonağını həmkarımız, əməkdar jurnalist Emin Musəvini dəvət edirəm və bir neçə saniyədən sonra, az sonra Emin Musəvi burada məhz bizə möhtəşəm iPhone, daha doğrusu Zikr avtomobilinin sahibini elan edəcək. Hamımız həyəcanla gözləyirik. Az sonra artıq qalibin seçilmə prosesinə başlayacağıq. Mən də hər kəsi salamlayıram, təşəkkür edirəm bu fürsət üçün və Raufa da həmkarımıza çox sağ ol demək istəyirəm. Əziz dostlar, bu çox gözəl fürsətdir, mega lotereyadır. Bildiyimə görə ümumiyyətlə bu il Azərbaycanda belə bir böyük lotereya olmayıbdır. Mən keçən dəfə qaliblə də görüşəndə həmin gün ona açarlar təqdim olunurdu. Mən Cəfəri nəzərdə tuturam. Və orada məsələ belə idi ki, Cəfər heç özü də gözləmədən qalib oldu və təsəvvür edin ki, Instagrama onunla bağlı post yerləşdirəndə təbii ki, çoxları ona görə sevinirdi. Bəziləri pessimist yəqin ki, yanaşma ilə deyirdilər ki, yəqin ki, əvvəlcədən bilinir, bu qalib filan, bəşməkən, amma mən hamıya demək istəyirəm ki, siz də mütləq iştirak edin. Çünki Azərbaycanda Baksel telekommunikasiya şirkəti olaraq bir özəl bu sahədə çalışan kampaniya kimi ilk və ən çox fəaliyyət göstərən, ümumiyyətlə böyük bir şirkət olaraq bazarımızda bizim əhali sayı baxımından desək, 3 milyondan artıq müştərisi, abonenti var. Ona görə bu şirkət əlbəttə ki, belə oyunlara heç vaxt getməz və getmir də. Sadəcə olaraq siz də fürsətdən istifadə eləyin və qoşulun bu lotereyaya və dəbdə olan məqam odur ki, AI, yəni süni intellekt bugün bizim köməyimizə gəlir və burada da hər şey obyektiv olsun deyə, onsuz da yanaşma belədir. Hələ münsiflər də var, 5 nəfər bizlə bərabərdirlər, onlara da təşəkkürümüzü bildiririk. Süni intellekt tərəfindən
qaliblər təyin edilir və heç bir şübhəniz olmasın. Sadəcə olaraq məşhur bir filmdə deyildiyi kimi lotereya biletini almaq lazımdır, amma burada bilet almırsınız, şans paketlərindən birindən istifadə edirsiniz. Yalnız şans paketi alırsınız və bu paketi aldıqdan sonra sizin də şanslarınız artır və təsəvvür edin ki, ilin sonuna bir neçə ay qalır da. Siz ya iPhone 17 ya da ki avtomobil udursunuz. Özü də ki, burada Zikr 001 maşınlarıdır. Finalda isə 31-nə qədər bu mega lotereya, bu çox gözəl fürsət Baksel tərəfindən davam edəcək. Siz maşın da qazana bilərsiniz. Çox yaxşıdır. Fikirləşin ki, bir maşına pul yığmaq üçün bir neçə il ən azından yaxşı bir işdə işləyirsənsə, pul yığıb maşını almaq lazım olar. Amma burada sizin üçün çox yaxşı şans var. Bu şansdan istifadə edərək sadəcə olaraq şans paketinin birinə qoşulmaqla heç nə etmədən qalib olursunuz. Bəxt məsələsi də çox önəmlidir. İndi yada salmaq istəyirəm, mən nə vaxtsa lotereyada qalib gəlmişəm. Yadıma düşür ki, təəssüflər olsun ki, qalib gəlməmişəm. Amma bugün kimsə indi avtomobil qazanacaq. Çox şadam ki, həm bu nəhəng şirkətin tarixi bir günündə və hansısa bir bizim əziz, hörmətli həmyerlimizin Baksel abonenti olaraq o bu saat qalib gələcək. Təbii ki, bir neçə dəqiqədən sonra onu təyin edəcəyik. Yenə də süni intellekt bizə burada dəstək olacaq. Bax, bu xoşbəxt tamaşaçımızı təqdim edəcəyik. Tamaşaç deyəndə, yəni, indi ola bilər ki, o baxır, ola bilər baxmır. Əgər baxmırsa, tamaşaçı deyil. Nömrəsini görsəz, belə bir milli adət-ənənə var da, muştuluq, ona birinci siz zəng edə bilərsiniz. Amma biz son 2 nömrəni, rəqəmi gizlədəcəyik, konfidensiallığı qoruyuruq və hamı hazırdırsa, gəlin biz qalibimizi təyin edək. Bir daha deyim ki, siz də bu lotereyada iştirak edə bilərsiniz. Mütləq Bakselin mega lotereyasına siz də qoşulun. Çox asan və rahatdır. Sadəcə olaraq şans paketini alın, fərqi yoxdur. Yəni, çox ucuz və yaxud da orta qiymətə bunu edin və şans paketi aldıqdan sonra siz avtomatik lotereya iştirakçısı olursunuz. Təzə qoşulmuşsa deyim ki, bu müəyyən şayiələrə filan ki, nə dərəcədə obyektivdir, bəs görəsən mən də qalib ola bilərəm. Buna, bu fikirlərdən uzaq olun. Kim adətən qalib gəlir, kim ki, inamla hansısa bir işə yanaşır, ürəklə yanaşır və düşünür ki, xüsusən də belə müasir dövrdə süni intellekt vasitəsilə qalibimiz seçilir. İcazənizlə, hörmətli həmkarlar, burada adam həddindən artıq çoxdur. Ekran o tayında, monitorların o tayında, telefonunda da indi canlı yayımdır. Lap çoxdur, hamı gözləyir və gəlin qalibimizi təyin edək. Mən baxacağım, biz sizlə bərabər sayacağıq. Qalibi seç virtual düyməni görürəm və sanki tıklayırıq və buyurun başlayaq. Diqqət, 10, 9, bir neçə sayında sonra bilinəcək, 8, 7, 6 sayından sonra kimsə avtomobil qazanacaq, təsəvvür edirsiniz. 5, 4, 3 sayından sonra kimsə Zikr 001 maşınını qazanacaq və 1, əziz dostlar, görək qalibimiz kimdir? Kimdir bizim xoşbəxt abonentimiz? Son 2 rəqəm bağlanır. 055 təbii ki, 202, 49 və son 2 rəqəmi biz bilmirik. Əziz dostlar, əgər bizə alqışlar zəhmət olmasa, əgər bizə indi həmin abonent baxırsa, mütləq bilsin ki, biz ondan əlaqə saxlayacağıq. Əgər dost-tanışdan, qohumlardan, qonşulardan kimsə baxırdısa, birinci o adama zəng edib, ömürlük sərnişin statusunu qazana bilər. Zikr avtomobili çox yaxşı maşındır və ümumiyyətlə görürsünüz, hər şey dəyişir bizim bugünkü reallığımızda, dünyada, Azərbaycanımızda. Süni intellekt artıq qalibləri təyin edir. İnsan faktoru burada sıfıra bərabərdir. Qalib olmaq üçün siz nə etməlisiniz? Şans paketi almalısınız.
şansınızı artırmalısınız və qalib olmalısınız. Mən isə bir daha deyim ki, oktyabrın 1-dən başlayan bu mega lotereya oktyabrın 1-də başlayıbsa dekabrın 31-i bitəcək. Ümumilikdə 14 avtomobil oynanılır. Onlardan 13-ü Zikr 001-dir və ən nəhayət Porsche Cayenne avtomobili də sonda təqdim ediləcək. Qalibimizi bir daha təbrik edirəm. Bütün həmkarlarımıza, bizlə bu axşam burada canlı yayımda olanlara təşəkkürümüzü bildiririk. Sağ olun. Sağ olun.